Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb. Məlumata görə məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib. Bu hadisə 4 ay əvvəl baş verib. İttihama görə 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib. Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasını işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib. Məhkəmədə qətlə yetirilən Rəşadı hüquqi varis kimi anası təmsil edib, amma ana oğlunu öldürən ərini bağışlayıb. Hakimlərə onunla barışdığını və heç bir şikayət və tələbi olmadığını deyib. Ananın sözlərinə görə hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə Bakıda yaşayıblar. Rəşad əslində atasına göz qulaq olmaq istədiyi üçün kəndə qayıdıbmış. Hüquqi varis ərinin oğlunu qəsdən öldürmədiyini, atabala ikisinin də spirtli içki içən olduqlarını, lakin bir-birlərini çox istədiklərini bildirib. Məhkəmənin hökmü ilə oğlunu öldürən ataya 9 il həbs cəzası verilib.